sandığımız zona olduğuna göre burada turistler çok da vakti gelmiyor. Ancak köyde burada turistlerin sayı hesabı olur. Bura gelen turistler buranın havasını görüp bir defa da bura qayıtmaq istəyirlər ki, burada öz təmiz hava qəbul etsinlər və burada firavan yaşayışa dönürlər. Və bu zaman Laçında Bakıda çox qədim bir tarixi vardır ki, bu zaman burada 7 məhəllə olmuşdur. Və bu məhəllə 7 küçə, 7 məhəllə, 7 məscid olmuşdur ki, bunların hamısı burada görmüşlər. Və bu zaman Qahıc qəsəbəsində 7 hamam da olmuşdur ki, bu hamamda millət burada gəlib kimi və bu hamamlardan istifadə edirlər. Assalamualaikum. Açmazdan, Dəvəçidən bura atla, dəvə ilə buğda gətirdilər, satırdılar. Çuvallarla alırdılar, dərmanlar vardı. Dərmanda aparıb öldürür, çörək eləyirdi, gətirirdiler burada, cemaat alırdı. Sonralar maşallah indi yollar çəkiləndən sonra yol abadlıqdır. Yol yaxşıdır, yol insanın bədənində damarlardır. Su da onun damarlarıdır. Su ki var maşallah Laçında bulaqlarımız var, çəkiblər, yaxşıdır. Dolacağımız da yaxşıdır. Çörəklər də bişirir. Hökumət bizi saxlayır. Maşallah firavanlı yollar gəlir, gedir. Laf yaxşı zamanədir. Allah Teala dünyamızı salamat eləsin. Əminamanlıq olsun. Bu millətləri, bu cəmaatı, hökumət rəhbərlərini bir-birindən rauf mehriban eləsin inşallah. Bu gəlmələr, getmələr, bu tələbələrin gələcəyi xoşmaqlığı ancaq dünyanın salamatlığının nasılıdır. Dünya salamat olsun, əminamanlıq olsun inşallah Rəhmanım-Rəhim. Hər şey bundan sonra daha yaxşı olacaq. İnşallah Rəhmanım-Rəhim. Hökumət dolandırır, qocaları dolandırır, uşaqları dolandırır. Bu verir ki, gələcəyi Allah qoysa lap daha yaxşı olacaq. Körpülər çəkilir. Muzeylər tikilir, yaxşı idman kompleksləri tikilir qalan uşaqlar üçün. Allah-u Teala yenə bara dedim ki, dünyamızı Lahacım bura şüşəsidir. Danışdım. What is this shop? Ama çıxan eyni qaydada qalır. Qalır nəfər çiftdir. Yəni 19-cu əsrdə çıxdı. Söhbət nə? Burada
خبر